Deməli, başlayaq uşaqlar. Birləşmənin nəzəriyyəsi ehtimal. Nədir bu? Diqqətlə qulaq asın. Ehtimalı qoyaq bir kənara, yəni ehtimal ayrıca bir mövzudur. Birinci birləşmənin nəzəriyyəsinin haqqında deyək, görək burada nələr var. İlk öncə uşaqlar, burada 3 dənə termin eşidəcəksiniz. Var faktorial. Bax, sözlə yazıram. Faktorial. Var permütasiya. Bir də var kombinizon. Kombinizon. Nə deməkdir bunlar? Nə deməkdir və nə zaman sənə lazım olacaq? Diqqətlə ona baxırsan. Bunlar üçü də yer dəyişmə deməkdir. Yəni, misal üçün, nə isə verir sənə, deyir filan bu şeyi neçə üsulla düzmək olar. Məsələn, tutaq ki, 10 dənə rəqəm vermişəm, Furkan. Deyirəm ki, həmin rəqəmlərdən neçə cür ədəd yarada bilərsən? İndi, bunların arasında şərt var. Məsələn, mən səndən sualımda deyə bilərəm, neçə cür ədəd yarada bilərsən? Yəni, müəyyən bir şərt yox, sadəcə ədəd. Bu 1 rəqəmli də ola bilər, 10 rəqəmli də ola bilər, 9 rəqəmli də ola bilər, düzdür? Məsələn, sən mənə 5 rəqəmli ədəd gətirib düzəltsən, da mən deyəm, bilmərəm ki, ay Furkan, mən sənə demədim axı 5 rəqəmli. Deyərsən ki, müəllim, sən mənə dedin ədəd. 10 dənə içərsən, mən 5 rəqəmli ədəd düzəldə bilirəm. 10 rəqəmli də, 2 rəqəmli də, düzdürmü? Amma şərt qoya bilərəm sənə. Məsələn, deyə bilərəm ki, verilmiş 10 dənə rəqəmdən ancaq 3 rəqəmli ədədləri düzəlt mənə, ancaq 2 rəqəmli ədədləri düzəlt. Burada, yəni, hansı şərtlər verdikdə sən bu yer dəyişmədə nə zaman faktorialdan istifadə edəcəksən, nə zaman permütasiyadan, nə zaman kombinizondan, ona baxmalıyıq. Yəni, sualım aydındır sizə uşaqlar? İndi gəldik mənasına. Nə deməkdir? Permütasiya ilə kombinizonu silirəm. Faktorial anlayışına baxaq. Faktorial şərtsiz yer dəyişmədir uşaqlar. Şərtsiz yer dəyişmə. Yəni, məsələn, 10 dənə ədəd vermişəmsə, demişəmsə, Dəniz, bu 10 dənə rəqəmdən neçə cür ədəd düzəldə bilirsənsə, sənin cavabın olacaq 10 faktoriala. Aydındır? Faktorial nida işarəsi kimi işarə olunur. İndi bu 10 faktorial, n faktorial nə deməkdir uşaqlar? İndi bu rəqəm özü qalsın. N faktorial. N faktorial, sən bilirsən ki, 1-dən n-ə qədər ədədlərin hasilidir. 1 vur, 2 vur, 3, indi bu n neçəni də bilmirsən də sən. Ən sonunda vurulsun n. Məsələn, 5 faktorial nəyə bərabər olacaq? 1 vur, 2 vur, 3 vur, 4 vur, 5, 1, 2, 2, 2, 3, 6, 24, 120. 5 faktorialın qiyməti nə oldu? 120. Aydındır? Məsələn, 5 dənə küçədə maşın var. Deyirəm ki, Ayxan, həmin maşınları necə sıralamaq olar? Demirəm ki, ağ maşın qabaqda olsun, nə biləm, qara maşın ortada olsun. Şərt qoymuram, sadəcə soruşuram. Nə cür yerləşdirsən, yerləşdir. Nə edəcəksən? 5 faktorialdan istifadə edəcəksən. Olacaq necə? 120 üsul. Aydındır? Bəli. Faktorialda bilməli olacağınız əlavə nə var uşaqlar? Məsələn, n faktorialı sən n çıxılsın 1 faktorial vur n və yaxud da n çıxılsın 2 faktorial vurulsun. Özündən sonra nə qalır? Bir dənə n çıx 1 qaldı, bir dənə n qaldı. Bu cür yaza bilərsən. Və yaxud da n çıx 3 faktorial vur yerdə qalanlar. Məsələn, 5 faktorialı sən 4 faktorial vurulsun 5 və yaxud da 3 faktorial vurulsun 4 vur 5 və yaxud da 2 faktorial vurulsun yerdə nə qaldı? 3 vur 4 vur 5 kimi yaza bilərsən. Aydındır burası? İndi deyərsən, müəllim, bu mənə harada lazım olacaq? Mirsamir. Məsələn, tutaq ki, belə bir misal verər. Sürətdə yazar 10 faktorial. Məxrəcdə yazar 8 faktorial. Day sən 10-a qədər ədədləri 1, 2 vur, 2 vur, 3 vur, 4 vur, 5 oturub özünü yorma. Lap belə heç 10 yazmıram, daha böyüsünü yazıram. Məsələn, yazıram 80 faktorial bölünsün 79 faktorial məsələn. İndi 80 faktorial 80-ə qədər oturub ədədləri bir-birinə vurub qutarmaq olar. Zeynəb. Alınmaz da, düzdür. Görünə buydu bir şey çıxır. Ona görə sən 80 faktorialı yazacaqsan 79 faktorial vurulsun 80 kimi. Aşağıdakı 79 faktorialdan bunlar gedər. Cavab nə qalacaq? 80. Oldu uşaqlar?
Oldu. Oldu mu? Problem yoxdur burada. Oldu. Xeyr, mən. Faktorial Hayır. şərtsiz yer dəyişmədir. N faktorial 1-dən n-ə kimi ədədlərin hasilidir. Məsələn 5 faktorial 1 vur 2 vur 3 vur 4 vur 5. Faktoriala aid əlavə köməkçi bir dənə düsturumuz var. Məsələn n faktorial bərabərdir n çıx 1 faktorial vur n və yaxud da n çıx 2 faktorial vur n çıx 1 vur n bu cür yaza bilərsən. Faktorial aid başqa heç nə yoxdur. Keçirik permütasiya və kombinasyona. Burada problem varsa bir də deyə bilərəm uşaqlar. Narazılığımız yoxdur ki, hər şey tam aydındır. Ben. Ben. Gəldik permütasiya və kombinasyon. Bunların ikisini eyni vaxtda deyəcəm. Permütasiya və kombinasyon. Nə deməkdir? Məsələn, mən yazılan permütasiya P n-dən n. Bu bərabərdir n faktorial bölünsün n çıx n faktorial. Bir də yazıram. Kombinasyon n-dən n. Bu isə bərabərdir n faktorial bölünsün. Yenə n çıx n faktorial. Bir dənə də bunun nəyi var? Kənarda n faktorial var. Oldu uşaqlar? İndi hazır misal Oldu. versə, tutaq ki, desə permütasiya misal yazaq. Sənə çox ən sadə də ola bilər. Məsələn, heç məsələ verməz də, belə deyim. Misal, adicə özün verər. Deyər, Ayxan, permütasiya 2-dən 7-ni hesabla. Bərabər yazsan 7 faktorial bölünsün 2 faktorial. 7 çıxılsın 2 neçə eləyir? 5 faktorial. Düzdür? 7 faktorial sən yazacaqsan 5 faktorial vur, 6 vur, 7. Bayaq dediyimiz söhbət. Aşağıdakı 5 faktorialdan gedər, qalar 6, 7-nin 42. Gördünüz, sadə sualdır, düzdürmü? Və yaxud da kombinasyon eynisini hesablayaq. Ya da bir başqa rəqəm. 3-dən 8-ə bərabər olacaq 8 faktorial böl 5 faktorial vur 3 faktorial. 8 faktorial sən 5 faktorial vur 6 vur 7 vur 8 kimi yaz. Aşağıdakı 5 faktorial qalsın, 3 faktorial isə açaq ki, burada görə nə olacaq da ixtisar aparaq. 1 vur 2 vur 3. 5 faktorial belə. 2 3 6 eləyir. 7 7 8 56. Aydın uşaqlar? Ben. Aha. İndi bu heç, bu açılışıdır, normal misal. İndi sənə məsələ verəcək. Necə ki, bayaqları deməli faktorialda demədi. Tutaq ki, deyir ki, 10 dənə maşını neçə üsulla düzmək olar. Düzdür? İndi sənə deyir 10 dənə maşını məsələn 2-2 neçə üsulla düzmək olar. Nə bilim 3-3 neçə üsulla düzmək olar. Fikrim aydındır sizə? Bu şərt verdikdə, yəni şərt varsa yer dəyişməli. Ya permütasiyadan istifadə edəcəksən, ya da kombinasyondan istifadə edəcəksən. İndi məsələ orasıdır. Ən vacib isə buradır uşaqlar. Diqqətlə qulaq asın. Nə zaman permütasiya olacaq, nə zaman kombinasyon olacaq? Sualım aydındır məğzi? Yəni məsələn 10 dənə maşın verir, misal üçün deyək. Yəni 2-2 düz bunu. Ya sən bunu permütasiya 2-dən 10 yazacaqsan, ya da kombinasyon 2-dən 10'a yazacaqsan. İndi hansı olacaq? Permütasiya yoxsa kombinasyon? Sualımız aydındır? Ben. Aha. Burada sən kombinasyon 2-dən 10'u götürəcəksən maşın söhbətinə görə. Niyə? Səbəbini deyirəm. Diqqətlə qulaq asın. Mən bunu elmi tərif deməyəcəm uşaqlar. Lorel də deyəcəm ki, qoy tam başa düşək. Permütasiyada yer dəyişmə fərqi var. Fərq var. Kombinasyonda fərq yoxdur. Fərq yox. Nə deməkdir bu? Yəni sıralama aparanda məsələn müəyyən yer dəyişmə aparırsansa, ifadənin mənası dəyişirsə permütasiyadan istifadə etsən. Yox, dəyişmirsə kombinasyondan istifadə etsən. Nə deməkdir bu? Məsələn mən dərs keçirəm sizə. Neçə nəfərsiz? 10 nəfər deyək. Mən normal həmişəki qaydada dərsi sizdən soruşuram. İndi mən birinci olaraq ha Dənizdən dərsi soruşdum, ha Ayxandan soruşdum, ha Zeynəbdən soruşdum. Fərqi var. 10 nəfərin onundan soruşacağım da, düzdür? Birinci Ayxandan, Furkandan və yaxud da Samirdən hər hansı birindən ilk soruşmağımın mənim üçün bir fərqi var, yoxsa yox uşaqlar? Yoxdur ki, düzdür? Furkandan soruşdum və yaxud da ki, Ayxandan soruşdum. Heç bir fərqi yoxdur. Yəni müəyyən bir yer dəyişmə
yəni məsələnin mənasına, məğzına heç bir dəyişiklik etmədi. Ona görə nə olacaq? Kombinizon. Amma yer dəyişmə varsa, belə daha doğrusu yer dəyişmə aparanda ifadənin mənası dəyişirsə, olacaq nə? Permütasiyadan. Oldu? Oldu mu? Bəs buna aid nəyi misal göstərə bilərik? Məsələn, tutaq ki, deməli, buna aid məsələn belə deyim. Tutaq ki, elə bir misal ağlımıza gəlsin, inşallah tələsməyən gör nəyə misal göstərə bilərik. Məsələn, fiqurlar verib sənə. Fiqurlar verib. Sözlə yazdım, şəkil çəkmirəm. Kub, nə bilim, kvadrat, çevrə, nəysə də, yəni müəyyən qədər. 10 dənə fiqur adı yazıb ora. Sənə deyir ki, bu fiqurları 2-2 müstəvi fiquru olaraq yığ, yan-yana yığ. Belə bir şərt deyil. Yəni, mən məsələn istifadə edeyim üçün tam belə kitab cümləsini qura bilmirəm. Məsələn, müstəvi fiquru olaraq 2-2 yığ. Axı, burada həm fəza var, həm də ki, müstəvi fiqurları var. Deməli, sən burada məsələn 2-2 düzdür, kubla kvadratı götürə bilərsən. Amma sənə nə deyir? Deyir, müstəvi fiquru olsun. Axı, kub müstəvi deyir, fəza fiqurudur tutaq ki. Və yaxud da nə bilim, silindir fəza fiqurudur axı. Ona görə ki, orada ödəməyəcək. Məna dəyişəcək, düzdür? Fikrim aydındır sizə? Əla. İndi, gəlin, məsələn, tutaq ki, testimizdə belə bir sual var. Səhifə 171-də 47-ci sual. Nə deyir bizə Furkan? Oxu şərti. Deyir, mənim 7 elementi olan çoxluğun alt çoxluqlarının sayı deyir. Bu çoxluğun 5 elementli alt çoxluğların sayından nə qədər çoxdur? Aha. İndi, ya kombinizon 5-dən 7-yədir, ya da permütasiya 5-dən 7-yədir. Düzdür? Hansını götürəcəyik? Burada yer dəyişmə fərq eləyər, yoxsa yox? Mənə rəqəm lazımdır. Məsələn, 3 dənə, 5 dənə rəqəm lazımdır. Demirəm, ha, cüt, tək, nəysə, rəqəm lazımdır. Bu rəqəmin mənim üçün 8 və yaxud da 15 olmasının fərqi var. Xeyr. Yoxdursa deməli nə olacaq? Kombinizonlar, yer dəyişmə. Belə deyim də, nə oldu? Permütasiyada yer dəyişmə mənası dəyişirsə permütasiyadan istifadə edirik. Dəyişməsə kombinizondan olacaq. Oldu mu? Bəli. Bu da bərabərdir. 7 faktorial. Bölünsün 7 çıx 5, 2 faktorial. Bir dənə vurulsun nəyə? 5 faktorial ölsün. Yuxarıdakı 7 faktorial sən 5 faktorial vur, 6 vur 7 kimi yaz. Aşağıdakı 5 faktorial qalsın, 2 faktorial aç, 1 vur 2 kimi. Bunlar getdi. 42-ni böləndə 2-yə cavab olacaq 21. Oldu uşaqlar? Bəli. Oldu mən. Dediklərimizdə. Xeyr mən. Əla. Bir də üstündən keçirəm. Faktorial deyəndə, faktorial yer dəyişmədir, heç bir şərtsiz yer dəyişmədir. Məsələn, nə deyirsə, olan hansını götürəcək. Məsələn, tutaq ki, deyir 5 dənə elementi neçə üsulundan götürmək olar, 5 dənə maşını neçə üsulundan düzmək olar, nə olacaq? 5 faktorial. 1 vur 2, vur 3, vur 4, vur 5 hasılı. Yox, müəyyən şərt varsa, ya permütasiya olacaq, ya kombinizon. İndi, yer dəyişmə aparanda ifadənin mənası dəyişmirsə, kombinizon, dəyişirsə permütasiya. Oldu? Bəli. Bu qutardır. Gəldi ehtimal. Ehtimal ümumi olaraq götürsək uşaqlar çox ağır bir mövzudur. Deyərdim, riyaziyyatın elə ən ağır mövzusu ehtimaldır. Amma bu sizi heç qorxutmasın. Mən sizə bunu ən asan versiyasını deyəcəm. Yəni, sizə lazım olan hissəni də belə deyim. Sadə formada və sizə lazım olan hissə. Çox o dərinliyi yox. Ki, yəni sənə nə lazımdır? İmtahanda yazmaq lazımdır.
Gəl bizə əsas ehtimalın düsturunu yazaq. Ehtimalın sadə düsturu da belə deyim. Ta aşağı siniflərdən öyrəndiyimiz nədir? P bərabərdir M bölünsün N. Buradakı M əlverişli hallardır. Əlverişli hal. N isə mümkün hal. Nə deməkdir bu əlverişli hal? Nə deməkdir mümkün hal? Kim deyər bunu mənə uşaqlar? Deyə bilərsiniz? Əlverişli hal uşaqlar. Lorel'də desək bizim axtardığımızdır. Axtarılan. Mümkün hallar isə hamısıdır. Oldu? Mümkün hal deyəndə bütöv hamısı, əlverişli hal deyəndə nə olacaq? Axtarılan. Məsələn, sinifdə deməli, oğlanlar və qızlardır. 10 dənə oğlan var. Tutaq ki, qızlarda olsun, nə bilim, 23 dənə. Sənə deyirəm ki, müəllim bir nəfər şagirdi lövhəyə çağırır. Həmin şagirdin oğlan olması ehtimalı. Deməli, sənin əlverişli halın N, oğlan olması deyilsə, oğlanlara aid olacaq 10. Mümkün halların sayda bütöv şagirdlərdən söhbət gedirsə, olacaq 33. Ehtimal nəyə bərabərdir burada? Məhəmməd Əli 33 isə 10. Aydındır? Problem yoxdur ki? Aydın. Aydın. Əla. Qutardı getdi. İndi bu sadə bir misaldır. Amma qayda qaydadır da. Yəni belə deyim. Ehtimal bərabərdir. Əlverişli hal böl mümkün hal. Bu qayda olaraq yerindədir. İndi sənə amma məsələn ki, misallar biraz mürəkkəb ola bilər. Yəni bu qədər sadəsini verməyəcəm. Məsələn, sinifdəki bu qədər imtahanda belə də düşə bilər. Ola bilsin biraz mürəkkəbləşdirə bilər. Yer dəyişmələrin misal üçün. O yer dəyişmələrdə falan sən permütasiyadan, kombinizondan istifadə edib gətirib yerinə qoyacaqsan. Amma əsas ana düsturu nədir? P bərabərdir M bölünsün N. Oldu? Oldu. Məsələn, başqa bir misal deyək. Tutaq ki, deyirəm ki, iki dənə zərdə atılır. Bu zərlərdən düşən xalların məsələn, cəminin cüt olması ehtimalını tap. Sualım aydındır uşaqlar? Cəminin cüt olması. Birinci mümkün halları yazaq. Mümkün halımız da burada hərfini yazmışam. M bərabər olacaq 36. Niyə görə 36? Çünki zərin belə deyim, 6 dənə üzü var. 2 dənə zərdi deyibən nə olacaq? 36 dənə olacaq da. Elə bil məsələn 1 ilə 2, 1 ilə 1, 1 ilə 3, 1 ilə 4, 1-ə görə 6 dənə. Sonra 2-nin 1-i, 2-nin 2-si, 2-nin 3-ü bu cür deyil. Bunun option mümkün halların sayı oldu 36. Gəldi indi əlverişliyə. Düşən xalların cəminin cüt olması üçün məsələn 1 ilə 1 ola bilər. 1 ilə 3 ola bilər. 1 ilə 4 olmaz, 5 ola bilər, 6 olmaz. Gəldi 2. 2 ilə 2 ola bilər. 2 ilə 4 ola bilər, 2 ilə 6 ola bilər. Sonra 3 ilə 1 ola bilər. 3 ilə 2 olmaz, 3 ilə 3 ola bilər. 3 ilə 4 olmaz, 3 ilə 5 ola bilər. Gəldik 4-ə. 4-ün 1-i olmaz, deməli 4, 2 olar. 4-ün 6-sı olar. Sonra 5 ilə gəlsək, 5-in 1-i olar. 5 ilə 3 olar. Bir də 5 ilə 5 olar. Yaddan çıxan nəsə qalmadı uşaqlar? Mən 4-ün 4 olar. Ha, 4'ün 4'ü də burası. Başqa? Başqa. Yoxdur. Say 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 13, 13, 14, 15. 15 dənə. Birin 2 dəfə saydığımız olmayıb ki? Yoxdursa heç nə. Deməli, M də bərabər oldu 15-ə. Sənin ehtimalın bərabər olacaq nə? 36-da 15. Bu da 3-ə ixtisar gedir, yerdə qalır 12-də 5. Oldu uşaqlar? Bənmədim. Problem yoxdur ki? Oldu mən. Xeyr mən. Bu cür hesablayacaqsınız. İndi misallarımızda biraz fərqliliklər olacaq təbii ki. Onlardan işləyəcəksiniz, hansıları yaza bilmədiniz. Gələn dəfə deyəcəksiniz, deyəcəm sizə. Oldu? Bən. Oldu. Bu da bizim son dərsimizdə uşaqlar. Bununla proqramı bitirdik, düzdür? Bəli. Bütün suallara baxmışıq. Heç nə. Gələn dəfəyə birləşmələr nəzər ehtimalı suallarını işləyirik. Bundan işimiz qutarır. Sonra imtahana qədər neçə gün vaxtımız var? Bu gün ayın 17-sidir.
Başlayıb bir aydan biraz az da 20 neçə gün. Ondan sonra başlayırıq ancaq keçirilən mövzular təkrarı. Oldu? Bəli. Dərsi zaten kaydələdim. Burada da